dönəmdən bu yana nə dəyişikliklər, məktəbdə nə dəyişikliklər olur, nə işlər görmüsünüz, nələr edirsiniz, kimləri maarifləndirirsiniz, kimlərə kömək olmağa çalışırsınız. Ümumiyyətlə, bu haqda ümumən bir məlumat almaq istəyirəm, ondan sonra davam edirəm. Kim danışmaq istəyir? Neynəmisiniz? Sadəcə dünən, keçən həftə danışdıqlarımızdan nələr eləmişsiniz və ya düşünürsünüz ki, nələr eləyəcəm? Başda. Təhlil ediyor. Məsələn, keçən həftə danışdıqlarımızdan məktəbdə necə danışdıqlarımızdan? Yəni, bu ildə danışdıq, ildə danışdıq, kimi məlumatlandırdın, kimə Rusiya verdi, kimlərdən danışdığın haqqında. Çünki sən öz məktəbini, öz televizyonunda aşağıda, onlardan belə təlim, o da belə təlim edirəm. Amma o öz bildiklərini danışdım. Belki də bu ilin necə insanlar var, hansı necə nə məlumatlar, onların hamısı bilirsin, yollaşma müzakirə. Bunların hamısını sırf yollaşma məlumatı verin. Başqa kim demək istəyir? Kim məlumat verir öz məktəbində bu haqda? Keçən dəfə danışıqlarımızla bağlı. Yaxşı. Deməli, biz birinci öz problemlərimizi, öz narahatlıqlarımızı həll eləməliyik ki, biz digər yanımızda olan şagirdlərə, digər yanımızda olan sinif yoldaşlarımıza, ətrafımızda olan insanlara da dəstək ola bilək, yəni dəstək göstərə bilək. Ona görə biz birinci öz problemlərimizi həll eləməliyik, öz daxilimizdə yatan narahatlıqları həll eləməliyik, öz emosiyalarımızı idarə edə bilməliyik, öz duyğularımızı idarə edə bilməliyik, ən əsası davranışlarımızı kontrol altına almalıyıq, davranışlarımızı idarə eləməliyik. Bunun üçün sizə ilkin olaraq kiçik bir çalışma elətdirmək istəyirəm. Baxın, bu sənin problemlə çalışmasıdır. Burada nə edirik? Sən özün birinci problemi tanımlayırsan, həmin problem, həmin narahatlıq, həmin davranış baş verdikdə necə hiss etdin? Buradakı smayliklərdən birini seçəcəksən, probleminin dərəcəsini ölçəcək biz səninlə ki, görəksən problemin hansı dərəcədədir, hansı bir deyimdə aspektdən bax, ümumiyyətlə dərəcəsini ölçdükdən sonra hər dərəcəyə fərqli aspektlərdən baxacaq. Daha sonra həmin problem baş verən zaman sən nə etdin və nə etməyi düşünürsən? Yaxşı mı? Nə etdin və nə etməyi düşünürsən? İndi mən sizə vərəqlər paylamışam. Bir də mən demişdim Günel müəllimə ki, uşaqlar temallarını gətirsinlər, qələmlər falan gətirsinlər. İndi biz bu çalışmanı sizə verdiyim o adlı kağızlarda həll edək və gətirdiyiniz həmin temallarla da və qələmlərlə də qarşınızda olan vərəqləri, çalışmanı həll edəndən sonra bu sizin iş vərəqiniz gedir. Artıq bunu həll edəndən sonra qıraqlarına hər hansı bir dekorasiyalar verə bilirsiniz. Bu artıq sizin öz şəxsiniz. Yaxşı mı? İndi problemin nə olduğunu, probleminin hansı smaylik üzərində göstərdiyini, probleminə ölçəndə hansı gücdə olduğunu, həmin problem baş verəndə nə etdiyini və nə etsən yaxşı olardığını. O şəkli çəkmənizə ehtiyac yoxdur, amma o yazılanıza ehtiyac var. Hə, sənə alırsan. Amma sizin iş vərəqlərinizin üstünə adlarınızın olması lazım. Sıraları saxlayacaq, sizə lazım. Əgər kim həll eləmədə çətinlik çəkirsə, mən ona kömək edə bilərəm.
qorxurlar, məhdudların olmağından qorxurlar. Amma problem varsa o problemi mütləq ki aşmaq lazımdır. O problemi aşmaqda mən bu günlər sizə dəstək olacağım, amma bu bir sizə həyata hazırlama çalışmasıdır. Bundan sonraki problemlərini artıq bu çalışma vasitəsilə özün həll edəcəksən. Uşaqlar, bu çalışmaları siz öz məktəblərinizdə də öz yoldaşlarınızla, öz dostlarınızla paylaşa bilirsiniz. Onlara sizdən dəstək göstərirsiniz. Nə yazabilirsiniz? Elə bir idman yoxlar ki, sağlayacaqsınız. Mesela
alırsan, sonra psixologini dəyərləndirirsən, sonra problemi ölçürsən. Qırmızı ən çox 100%. Faizini yazırsan, onu özün qiymətləndirə bilirsən faizini. 10, 15, 20, 30, 40, 50-yə qədər
Yəni bunu oraya yazmaq o qədər çətin deyil. İndi bu çalışma ilə fərqində olduq ki, biz öz problemimizi özümüz də həll edə bilirik. Yəni başqasına dəstək gözləmədən, başqasından kömək istəmədən özümüz də öz problemimizin öhdəsindən gələ bilirik. İndi sual verə bilərsiniz ki, müəllimə, bunun kiberbullyingdən nə əlaqəsi var? Bunun kiberbullyingdən o əlaqəsi var ki, kiberbullyingə məruz qalan uşaqlar daima özlərini problem içərisində görürlər. Yəni özləri, mən heç kim sevmir, mən çox problemliyəm, mən yararsızam, mən yararlı deyiləm. Bu kimi düşüncələr düşünürlər və beləliklə başlayır onun həyatında problem içərisində çıxılmaz bir vəziyyətə gəlirlər. Son etap olaraq psixoloji problemlər yaşayırlar və həmin problemləri yaşayanda da biz onlara bu cür çalışmalar etdik. İndi sizinlə bir dənə rol çalışması eləyəcəyik. İki yaxşı şagird lazımdır mənə. Biri kiberbullying eləyən tərəf olacaq. Biri kiberbullyingə məruz qalan tərəf olacaq. Kim kiberbullying eləyən tərəf olsun? Kiberbullying eləyən tərəf. Yaxşı, gəl. Sən bullying eləyən tərəfsən. Yaxşı, bəs bullyingə məruz qalan tərəf? Bir dəfə olacaq, yoxsa bir dəfə. Bir neçə dəfə də eləyə bilərik istəsəz. Hələ bir dəfə də görək necə alınır. Bir nəfər də buradan gəlsin də bullyingə məruz qalan tərəf olsun. Gəlsin. Gəlsin. Gəl. İndi də mən deməli, sən İncini Instagramda və ya da Facebookda şəkillərini görmürsən. Facebookda İnci şəkillər paylaşıb, sən o şəkilləri görmürsən. Və İncinin valideynlərinin xəbəri yoxdur ki, o Facebookda və Instagramda şəkil paylaşır. İnci valideynlərindən xəbərsiz, ailəsindən xəbərsiz, sosial şəbəkələrdə öz şəklini paylaşır. Sən İnciyə dostluq atırsan, İnci ilə tanış olursan. İnci sənə bu problemi danışır ki, mənim valideynlərimin xəbəri yoxdur, mən burada şəkillər paylaşıram, səninlə danışıram. Sən də kiberbullying eləyən tərəfsən və başlayırsan İnciyə bu nöqteyi nəzərdən İncidən istifadə etməyə. Başqa. Əsəbdə et ki, elə bir kompüter arxasındayıq, elə bir mesajlaşırsınız və İncidən nəsə istəyirsən və ona qarşı onun şəkillərini, onun bu gizliliğini belə deyəndə ətrafa yayacağını deyirsən. Bu müvafiq düşünürəm, çünki çox insan pis. O artıq sənin öz istəyən, nə istəyəcəksən? İnci, istəyirsən ilk sən nələrsə demən, özünü məsəl üçün tanır falan, kimə falan kəsər, nə bilinə? Məsələn, belə deyə bilərəm ki, mən ailəmi sosial media hesablarıma qarışır və icazə vermir. Lakin mənə maraqlı gəlir və onların mənə qarşı çıxmaları məni daha da maraqlı yaradır. Və beləliklə hesab açıram. Bu cür tanış olursan. Aha, gəlirsən, tanış olursan, Maya ilə tanış olursan. Aha, buyur Maya. Sənə dedi artıq, sənə danışdı. Eşitdiyimə görə sən ailədən icazə satmısan. Eşitdiyimə görə yox, zaten sənə deyil. Böyle, sənə dedi var. Sən ailədən xəbər satmısan. Məsələn, deyə bilərəm ki, mənə 10 milyon dolar pul verir. Ailəmə şampiyon edirəm. Mənə aparıb ailəyə göstərəcəm şəkilləri. Şimdi sağ yaşa sualı. Əgər İnci, bax burada bir məqam var. Əgər İnci detallı şəkildə məlumatlı olsaydı bu şeylərdən, deyəcək ki, sən mənim ailəmi harada tanıyırsan? Amma İnci onu deyə bilmir və qorxur. İnci qorxur. Və artıq daha da İnci sənə dedi ki, mənə milyon dolar pul verir. mən səni dost olaraq görmüşdüm. Mən sənə dərgimi demişdim. Amma yəni sənin mənə bu cür rəftarı, bu cür belə deyə bilərəm, artıq şantajı mənə daha pis təsir edir. Mən özümü daha pis hiss edirəm. Onsuz da ailəmi icazə vermədiyi üçün və ailəmi icazəsiz hesab açdığım üçün yetərincə çəkinirdim və artıq özümü daha maraqlı hiss edirəm. Bu mənim maraqlandırır. Bunu mən göstərməyəcəm. Bullying eləyən tərəfin uşaqlar heç sən dedinə deyil. Bullying eləyən tərəf sadəcə öz mənafeylərini düşünür. Qarşıdakı hər kəs ona tabi olmalıdır, hər kəs onun dediyini eləməlidir. Çünki onun əlində dəlillər var. Aha, bir pulunu ver. Və İnci nə edəcək? Hər kəs İnci nə edəcək?
Neyse maraqlı. Şəkilləri zaten sən sıxırma edib saxlamışsın. Aha. Yenə gedib silərdim. Getdin sildin, şəkilləri sildin. Amma dayanmadan sənə yenə şəkillərini göndərir. Və sənə yenə şantaj edir ki, məsələn, hətta sənə yazır ki, axşam gəlirəm sizə. Sənə yazır ki, axşam saat 8-də gəlirəm, valideynlərinə yanılsın, saat 2-deyəm. Və sən orada indi cavab verə bilmir ki, sən mənim evimi harada tərbiyəsən. Hər deyir, axşam gəlirəm sizə. Yaxşı, indi sənə özündə bir cəsarət topladı, dedim gəlir. Deyəcəksən. Tanınırsan. Evlərini bilmirsən. Dostlarla tanışlaşıram, bilirəm ki, yaxın dostumdur. Burcu altıncılar axtarır. Onun mənə bir şey də olduğunu mən tanımalıyam. Altıncı dostlar sənə evlərini dedi, getdin. İncin atası açsı qapını, hə, xoş gəlmişsən. İş dəyişir. Deməli, İnci, buradan belə bir nəticəyə gəlmək olar ki, İnci özgüvənli olub, kiberbullying eləyən tərəfə desə ki, gəl, zaten kiberbullying eləyən tərəf gəlsə belə heç nə danışa bilməyəcək. Qorxusundan. Çünki bullyingi eləyən tərəflərin çoxu da az yaşlı olan uşaqlardır, məktəb uşaqlarıdır, məktəb şagirdləridir. Bunu eləyə bilməyəcəyi üçün böyüklərin də onun valideynlərini axtarıb tapacağını düşünərək kiberbullying eləyən tərəf zaten heç nə edə bilməyəcək. Bu məsələdə İncinin paylaşdığı şəkillər, İncinin orada sosial şəbəkəyə girməsi artıq örtbasdır olub gedəcək. Burada məsələ İncinin daha bilinçli olması. Bir, uşaqlar sən mənim evimi haradan tanıyırsan. İki, sonra nə dediniz? Anamı haradan tanıyırsan. İlla da deyir ki, mən sənin ananı tanıyıram, atanı tanıyıram. Üç, İncinin dostlarını belə tapmağın səni böyük bir sual altında ki, sən İncinin dostlarını tapa biləcəksən, yoxsa tapa bilməyəcəksən. Və hətta bu fərqli rayonlardan olsa məsəl üçün qeyri-mümkündür bunu tapılması. Amma o qədər bilgisizdir ki, kiberbullyingdən o qədər bilgisizdir ki, daima qorxu içində yaşayıb gələcək. Hər qapı görəndə bu dəfə gələcək, sabah gələcək, bir gün gələcək və qorxu. İndi uşaqlar, bunu daha canlı oynamaq istəyən varmı? Kim daha canlı şəkildə bunu göstərə bilər? Ən azından bir rol göstərdiyisində kim daha canlı şəkildə oynaya bilər? Aha, kiberbullying olmayan tərəf, kiberbullying eləyən tərəf. Aha, bir nəfər sənə seçdi, başqa? Gəl. Sən edən tərəfsən, uğrayan tərəf? Uğrayan tərəf açılır. Aha, hə. Edən tərəf, uğrayan tərəf. Özünü seç. Hə? Edən tərəfsən. Aha. Kiberbullying edən tərəfsən. Sən də kiberbullying uğrayan tərəfsən. Amma bu dəfə sən daha biləcəksən. Sanki qalır. Getdik. Salam, necəsən? Mən səninlə tanışmamaq istəyirəm. Aha. Mən sosial şəbəkə işlədirəm, amma mənim evdəkilərim bundan xəbəri yoxdur. Niyə evdəkilərin gizli işlədirsən ki? Mənim fikrimcə evdəkilər buna qarışa bilməzlər, çünki hər bir insan şəxsiyyətdir. Nə deyim? O barəcə. Qarşı bilməsə də səni Bu mənim şəxsi fikrimdir. Mən şəxsi deyə bilməz. İstəyirsən ki, mənim öz şəxsi fikrim qaçmışam, amma ayrı bir səviyyə bilməz. Mən ayrı bir şəxsiyəm, bəs gizlətlərin mənası yox. Ailəsindən çəkildiyi üçün deyə bilmir və onu istifadə edəcək kiberbullyingdən. Sən məni tanıyırsan, mən tutursan. Özün ağzına deyirsən ki, çəkinmə. Mənə bax. Əgər çəkilirsənsə, yəni başından bəri ailəndən əgər çəkilirsənsə. Yox deyir ki, mənim öz qərarım, ailəməsinə deyə bilməz. Bəs ailəsi bir gün girib sosial şəbəkələri görməyəcək. Tamam, bundan siz məni tanıyırsınız. Yox, bundan siz məni tanıyırsınız. Niyə tanıdıram?
Məhsul olmayan məlumatlar. Deyirsən ki, mən hələ bilmirəm. Sadəcə ad soyad. Məsələn, harada yaşayırsan da, Aha. Harada yaşadığımı nə edirsən? Mənim özümü tanımağım məsələmdir. öncə özün haqqında bir məlumat ver. Neçə yaşın var, adın nədir, soyadın nədir, anan atanın nədir, qardaşın Özüm var. haqqında məlumat verərəm, öncə edəklər haqqında niyə məlumat Ver, verir? bir tanıtın. Mən emirəm. Aha, demək burada nə öyrəndik? Görürsən, Emin necə bilgilidir. Özünü məsəl üçün düşünə bildi ki, sən ona bullying eləyəcəksən. Amma özü haqqında detallı heç bir məlumat deyil və əldə konkret olaraq sənə yola verir. Tanışmaq istəyən də oydu. Yox, mən o məsələn düşman ortasına fərq elədim ki, sən bunu mənə qarşı Artıq Emin deyir ki, istifadə mən edəsən. istəyirəm ki, sən bunu mənə qarşı istifadə edəcəksən. Ona görə sən demə. Baxın, uşaqlar, kiberbullying edən tərəflərdə çox birinci tərəflərdir. Uşaqların ağzından çıxan hər bir kəlməni incə və detallı incələyirlər və sonra onlara qarşı istifadə edirlər. Yazan, sizlərə yazan, indi siz hər biriniz bir məktəbin kiberbullying rəhbəri olacaqsınız. Sizə yazan hər bir şəxsə, ümumiyyətlə sizinlə bu haqda məsləhətləşəndə belə yoldaşlarınız bu kimi detallara önəm verməsini ondan istəyir. Çünki kiberbullying edən tərəflər hansı yaşlı olur olsun, ilk qurbanları az yaşlı uşaqlardır. İlk qurbanları məktəb uşaqlarıdır, məktəb şagirdləridir. Ona görə buna diqqət eləmənizi istəyirəm. Bir, az məlumat verən tərəf və detallı məlumat verən tərəf. İki, bütün hər şey, məsələn, bütün hər şey danışdı və onu çox gözəl istifadə elədi. Amma sonuç nə oldu? Onun ailəsinə qarşı olan, belə deyəm də, diqqətini gördüyü üçün gedib etsin demədi. Qorxdu ki, mən gedib desəm, mən də bir az yaşlıyam, mənim valideynlərimi tapacaq və aləm deyəcək bir-birinə. Ona görə bu kimi şeylərə diqqət eləmənizi istəyirəm. Niyə görə sizin gözünüzün qabağında elətdim ki, yəni bunun konkret olaraq şahidi olub, gördüyümüz hər hansı bir şeyin nəticəsini çıxardır özünüzdə. Keçib əyləşə bilərsiniz.